Mübarək Ramazan ayı təkcə ac qalmaqdan ibarət deyil. Mübarək Ramazan ayında insan ilahi övliyaların missiyalarını dərk eləyir, başa düşür. Baxın, nə gözəl sözdür bu. Nə gözəl söz oldu bu. Mübarək Ramazan ayında insan ilahi övliyaların missiyalarını daha yaxşı dərk eləyir. Mübarək Ramazan ayının dualarına baxırsan. Allahdan kömək istəyirsiniz. Bu vaxta qədər ancaq hacət istəyirdik. Bu günlərə Allahdan kömək istəyirik ki, kömək elə, sənə itaət eləyim. Sənə ibadətin, zikrin, şirinliyi mənə dadızdır. Bu duaları istəyirik Allahdan. Bütün fəqirləri deyirik ki, ehtiyatsız elə, bütün əsirləri xilas elə, bütün qəribləri vətənlərinə qaytar, bütün borcluların borcunu qaytar, bütün xəstələrə Allahumma şfi kullə mərid, bütün xəstələrə ilahi şəfa ver. Bunları istəyirik Allah. Bütün hamını fikirləşirik. Allah övliyaları da belə idi. Peyğəmbər belə idi, Əhl-i-Beyt imamları belə idi. Baxın, insan necə dəyişdi, insanın himmətini necə böyütdü, insan başlayır bəşəriyyəti düşünməyə. Mübarək Ramazan ona görə də çox yaxşı və düzgün sözdür ki, insana kömək eləyir ki, ilahi övliyaların missiyalarını insan bu ayda başa düşsün. Allah bizləri də bu işlə müvəffəq eləsin və insanlığı düşünməyi, insanlığın halına yanmaq mərifətini bizə versin. Bu baxımdan Həzrət Əli əleyhissalama bənzəyək, İmam Hüseynə bənzəyək. Bu məhəbbət insanı bura çatdırır. Bu məhəbbətin insana faydası bundan ibarət.